Salam əziz və hörmətli izləyicilər. Mən Abbas Hacıyev. Bugün sizlərlə alaq otlarına qarşı mübarizə tədbiri olaraq herbisidlərdən istifadənin effektini göstərmək istəyirəm. Bu gördüyünüz bağda alaq otlarına qarşı herbisidlərdən istifadə olunub. Görürsünüz, ağac diblərində olan alaq otları hamısı yanıb. Herbisidlər də cürbəcür olur, sistem tərkibli olur və kontakt tərkibli olur. Yəni təsir mexanizminə görə fərqlənirlər bir-birlərindən. Bizim istifadə etdiyimiz herbisid sistem tərkibli herbisid idi. Hansı ki yarpaq aparatına düşərək yarpaqdan kökə gedir və kökü məhv edir. Və beləliklə bağımızın ağac dibləri alaq otlarından təmiz olur. Ortada isə təbii otun biçilməsi, yaşıl çəmən saxlanılır. Vaxtında yəni ot 20 santıdan yuxarı qalxdıqda ot biçənlə otu biçilir və beləliklə bağımızın içi, cərgə arası belə təmiz olur. Sadəcə olaraq herbisiddən istifadə edərkən çalışmaq lazımdır ki, ağacın aşağı hissələrində yarpaq olmasın. Yəni bu hissələrdə ağacın yarpaqları olmasın. Ağacın yarpağı olarsa herbisid ona da dəyəcək və ağacı biraz stressə sala bilər. Hətta ağacın qurumasına gətirib çıxara bilər. Ona görə də herbisidlərdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Amma istifadəsini planlı şəkildə həyata keçirmək də vacibdir ki, böyük bağlarda alaq otları ilə mübarizə tədbiri bildiyiniz kimi çətin olur. Burada görürsünüz, ümumiyyətcə alaq yoxdur. Bu alaqlar da bir neçə günə, 10 günə, 20 günə çürüyüb tamamilə yoxa çıxacaq və torpağa qarışacaq və beləliklə ağacımızın dibi təmiz olacaq. Yeni çıxan otları görürsünüz. Bu otlar da hardasa 15 günə deyək ki, 15-20 günə bir dəfə də herbisiddən istifadə edəcəyik və onlar da təmizlənəcək. Beləliklə ağacımızın dibi təmiz olacaq. Görürsünüz, burada yeni otlar bitir. Bunları da herbisid vuraraq məhv edəcəyik. Bunlar herbisiddən sonra, yağışlardan sonra əmələ gələn otlardır.